Herkese selam dostlar. Yeni bir taksi videosuyla uzun müddetten sonra sizlerleyim. Ve bu videoda da başka maşındır. Bu maşının yəqin ki köhnə videolarımı bakanlar tanıyacaklar. Bu maşın bizdeydi. Motoru vurmuştu, düzelttirdik. Sonra yine dağıldı, sonra yine düzelttirdik. Hal-hazırda arenda maşını qaytarmışam. Hələ ki bundan işləyirəm. Satılana kadar bu. Ondan sonra yine baxacaq görək nə işləyək. Uzun müddətdə YouTube'da olmamağımın səbəbini sizlərə danışım. Çünki bizim şəhərdə yenə internetləri kəsiblər. İnternetləri necə kəsiblər? Bəzi saytda ruslara aid olan saytlar işləyir, amma ki digər saytlar işləmir. Ona görə nə YouTube'da canlı aça bilirəm, nə video çəkib paylaşa bilirəm. Bu videonu da çəkirəm bu ayın 17-si. Bilmirəm haçan paylaşacağam. İndi saat hal-hazırda saat tak 08:43 bir 20 dəqiqəyə zada çıxacağam işə, maşın qızsın, ondan sonra davam eləyəcək. Dostlar, saat 08:56 çıxdım işə. Görək ilk sifarişimiz haçan düşəcək, bugün nə qədər işləyəcək, gün sonunda onların hamısını həmişəki kimi oturub hesablayacaq. Görək nə oldu, necə oldu, nə qədər işlədik. Bəli dostlar, ilk sifarişim gəldi 09:02 və sulu qar yağmağa başladı. İnşallah ki bunu quru qara çevirməz. Çünki hələ yay təkərləri zakaz vermişəm, ayın 20-sində gələcək. Ucu təkərləri dəyişmək istəyirdim. Amma bura belə bir yerdir ki, iyun ayında belə qar yağa bilər. Gedirəm ilk sifarişimi götürməyə, 834 metrə qalıb ilk sifarişə. İlk sifarişimi bitirdim. Bu kızı ilə getirdim bura. 3 dəqiqə çəkdi. 160 rubl. Əlbəttə ki, bu komissiyasız qiymətidir. Komissiya zətdə çıxanda yəqin ki, səhv eləmirəmsə 140 rubl oradan pul qalır. İndi tezdən qayıdıram Centra Ploşada digər zakazı gözləməyə. Dostlar, 4-cü sifarişimi də bitirdim. İndi gedirəm 5-ci sifarişimi götürməyə. 5-ci sifarişim başqa şəhərədir. Alengorskiyadır. Bizim şəhərdən təxmini 30-35 kilometr yoldur ora. İndi gedirəm onu aparıb gətirim. Gedib gəlmək təxmini 1 saat vaxt çəkəcək. Ondan sonra yenə də şəhərdə işləməyə davam edəcəm. Bu gün nə zakaz olsa heç birinə atqaz eləməyəcəm. Hamısını götürəcəm. Görək gün sonunda nə qədər pul işləyirəm. Bəli dostlar, növbəti sifarişimi də tamamladım. Güncəl olaraq 1661 rubl balansımız var. İşləmişik. 1224 rubl də bu oldu. 30 dəqiqə sifariş çəkdi. İndi də qayıdıram arxaya. Mansukorskaya qayıdıb qaldığımız yerdən davam eləyirik. Saat 16:59 Alengorskidən qayıdandan sonra telefonu elə tutdum, o səs bir şey görsənmədi. Alengorskidən qayıdandan sonra ilk sifarişimi götürdüm. İndi gedirəm bu sifarişi tamamlamağa. Ondan sonra yəqin ki, böyük ehtimalla bir yarım saatlıq fasilə verəcəm. Gedəcəm evə. Yemək yeyib təzədən çıxacağam. Çünki mən nahar yemədən çıxıram evdən. Ona görə gedib evə nahar yeyib təzədən çıxacağam işə. Dostlar, son sifarişim belə möhtəşəm şey oldu. Müştəri gəldi 4-cü podyaza. Mən də 2-ci podyazda yaşayıram. Elə kakra sistemindən çıxdım. İndi gedirəm nahar yeməyə. Saat 11:30 artıq çıxmışım işə. Təxmini bir 20 dəqiqə fasilə elədim. Yenə çıxdım işə. Gedirəm 7-ci sifarişimi götürməyə. 1.9 kilometr. Gedirəm bunu götürəm. Oradan da davam edeyim. Dostlar, növbəti sifarişim Urmask oldu. 4627 rubl. İndi buradan komissiya çıxacağız. 800 rubl, 3800 oradan 1500 də belə. Benzin 1500-1800 option. Təxmini bir 2000 rubl mən pul qalacaq 4 saata. Çox azdır. Mən prosta dedim atməni elətdirib belə gələrəm komissiyasız. O da ki alınmadı. Belə bir qərara gəldim ki, benzin qutarana qədər qalın burada işləyən benzin işığı yanına qədər. Ondan sonra çıxım gedim Manchegorskiyə. İndi bir sifarişi tamamladım. Gedirəm ikinci sifarişə. Burada da qayalar bunu tutdu. Makillədir. Mən də telefonu gizlədim ən yaxşı. Dostlar, bu qızı gətirdim aeroporta. 33 dəqiqə sifariş oldu. 1315 rubl ümumi məbləğ. Komissiyan çıxanda yəqin ki 1000 rubl, 1050 rubl zat pul qalacaq. İndi qalan burada zakaz gözləyəcəm. O sırada baxaq. O sırada 21-25 tane maşın var. Qalıb gözləyək də, onsuz nə edəcəyik? Bir də buradan qayıtmaqdansa düşməsə uzaqbaşı gedərəm. Rumaya buradan Manchegorskiyə.
Değerli dostlar, bugünkü hal-hazırda işlədiyim məbləğ 19.49 6596 rubl. İndi hal-hazırda gedirəm zapravkaya, benzin vurub, ondan sonra qayıdacam Manzugorskiyə. Bir də zapravkaya dəyəndən sonra da benzinim az qalıb. Zapravkaya dəyəndən sonra da trasa çıxım, bir-bir sizə izah eləyəcəm. Nə etdim, necə işlədim, harda işlədim, onların hamısını yolda rahat bir-bir sizə deyəcəm. İndi hal-hazırda aeroportdan çıxdım, gedirəm Murmanskaya. Dostlar, burada 2391 rubl çıxdı. İndi qayıdıram Manzugorskiyə. Bir dəfə daha dəqiq hesablayaq deyə ora qayıdanda bir dəfə də girəcəm zapravkaya. Görək ümumi nə qədər çıxır bugünkü gün. Yenə bir dəfə polnu bak eləyəcəm şu. Bəli dostlar, çatdım Manzugorskiyə. İndi gedirəm zapravkaya. Elə bunu da sizə izah eləyim. Baxın, burada mən sizə bunu göstərmişdim, 1300 rubl olan. Oradan mənə qaldı 1011 rubl. Oradan abrasında şəhərə bir dənə zakaz götürdüm. O elədi 803 rubl. Sonra şəhərin içində bir dənə zakaz elədim Murmanskda. O 227 rubl. Oradan da aeroporta bir dəfə təzədən götürdüm. 1097 rubl da o elədi. Ümumi məbləğ 6596 manat. Kamera fokuslamır. Burada dirəşməyin mənası yoxdur. Bir dəfə də gedirəm zapravkaya, bir dəfə də polnu bak edirəm. Ondan sonra gün sonu çıxarışın eləyəcək. Yenə polnu bak elədim. İndi bu özü-özünə qalxacaq. Burada neysə düzgün göstərmir. Yandex açılsa ümumi məbləği də sayardıq. 6596 rubl burada işləmişəm. Tak. Yandex zapravka. Girək bura. 6596 6596 üstə o biri Murmanskaya apardığımı da 3700 düşük 10296 rubl pul işləmişəm. 2391 550 2391 550 7355 rubl. Onun da indi 300 rubl gedəcək Moykaya. Bugünkü gündə 7000 rubl pul işlədim. Min bərəkət, yenə də püstür, yaxşıdır. İndi gedirəm Moykaya, maşını yuyub, oradan da uca gedəcəm evə. Əgər bura qədər videonu izlədiysə, çox minnətdarlığımı bildirirəm sizə. Abunə olaraq dəstək olsa çox sevinərəm. Hər kəsə təşəkkürlər. Gələn videolarda görüşmək üzərə. Hələlik.